Hər vaxtınız xeyir dostlar. Söz verdiyimiz gün videolarına bismillah deyirik. Değerli dostlar, burada başlıqda gördüyümüz kimi əmlaka yeni başlayan yoldaşların ən böyük xətası nədir? Hamı tez pul qazanmaq istəyir. Ən böyük xətalardan birincisi budur. Elə düşünürlər ki, bir həftəyə və bir aya böyük bir nailiyyətlər, böyük bir nəticələr əldə edəcəklər. Əlbəttə ki, bu bir yanlış düşüncədir. Çünki reallıq tam başqadır. Sən bu işə girirsənsə, ən azı 2 ay, 3 ay, 4 ay, 5 ay, 6 ay səbirli şəkildə olacağına, yəni özünə motivasiya verməlisən ki, mən bu işdə səbr edəcəm. Çünki sən bu iş digərlərindən fərqli olaraq sən öz zəhmətinin barını yeyirsən. Yəni digərlərində ola bilər ki, sən çox əziyyət çəkərsən, maaşlı iş olsun, digər bir şey, o qədər də bir qazancı olmaya bilər. Bu reallıq bir şeydir. Lakin bu iş sənin zəhmətinin barıdır. Allahın yardımıyla. Burada Allah diləməsə təbii ki, heç kim ruzisini qazana bilməz. Bu öz yerində. Sən 2 ay, 3 ay, 3 ay, 4 ay, 5 ayı öyrənməyi və mən bu işin ən yaxşı peşəkarıyam necə bilməliyim? Birincisi, sən bazar təyin etməlisən ki, bu növbəti videomuzda bazarı necə, hansı bazara girməliyəm, hansı ərazini işləməliyəm deyə onunla bağlı köməklik göstərəcəyik. Sonra sən bu bazarda qiymətləri öyrənməlisən, müştəri ilə danışma bacarığın olmalıdır. Müqayisə etməyə bacarmalısan. Sən əgər bu işə yeni başlayırsansa, bir ev paylaşırsansa, sənin bununla bərabər 4-5 dənə ev var. Sənin bunun hansı qiymətinin doğru olduğunu təyin etməyin üçün nə etməlisən? Sən bununla bağlı çoxlu zənglər etməlisən. Zəng etməlisən. Bu hər danışdıqca sənin danışığın üslubun da dəyişir, sənin bacarığın da dəyişməyə başlayır. Və artıq ev sahiblərindən sərbəst danışa bilirsən və ev sahibi sənə güvənə bilir ki, bu bazarın adamıdır. Yoxsa hər yerdən bir yerdə başlayanda, o ilk videoda dediyim kimi, Mərdəkandan da, Bayıldan da ev işlədiyin zaman sənin üçün çətinlik olur. Bu işdə irəli gedə bilmirsən, həm bazarda yaxşı öyrənə bilmirsən. Təbii ki, bu dostumuz olar, tanışımız olar, ətrafımız olar. Bizdən xahiş eləyər ki, hansısa bir ev satmaq. Bu başqa məsələ. O artıq ev səndədir. Onun açarı sənin cibindədirsə, bu problemdir. Yox, bununla bərabər çoxlu əmlakçılar da onu işləyirsə, əlbəttə ki, bu sənin üçün çətin olacaq. Bu işi başlamağında qabağında bir bariyerdir. Yəni, sənin vaxtını da alacaq. Bazarımızı, yəni ərazimizi necə təyin edəcəyik, onu növbəti videoda tam detallı inşallah izah edəcəm. Bugünkü video bura qədərdir. İnşallah faydalı olar. Bəyənək, qayd edək və növbəti videoları gözləyək.